Bizim hörmətli aşımız, əziz, hörmətli qardaşımız, dostumuz, canımız, yarımız Ələşbər müəllimdən bir saz musiqisinə qulaq asaq, sonra sözümüzü verəcək Küçkün qardaşımıza. Gələşin sən olursa, ey belə halal faydalanı. Ay, ayarlara yatdayla şəşə düşdü, öyrəm ayrıldın, ay baba. Bizim güzel qonağımız, güzel şairimiz elə o şeiri dərxast elədi o sizdən qabaq. Aman bunu yazsın. Rəhmətlik Dədə Şəmşir yazır. Kim küsər olmuşsa halal payından. Nə əlinə nə əbbək, nə kökə düşdü. Artıq tamah hali düşdü tayından, çöpün ağrığa nə kökə düşdü. Neyirəm ki, ürək olsa bir dəmir. Qoca aşıq ləbləri bir dəmir. Talehin kotanı kəskin bir dəmir. Nə daşa ilişdi, nə kökə düşdü. Qızılgülü baxçamızdan üz açır, kəs pərdi, gəl məclisə üz açır, yatan baxdım, cavanlığım üzə çıx, gör Şəmşir qocalıb, nə qədər.